Tanıyın, şimdi hemen Kerbela Sultanı. Tanıyın. Əyləşin, qurban olun, əyləşin. Əyləşin, tamamına qurban olun, əyləşin. Tanıyın şimdi hemen Kerbela Sultanı. Ben qol vermiştim, Beynul Hərəmində bunu oxuyacağım. Tüm bunu 2 dəfə yazıb, Allah ömür versin bizim kardeşim. O Hüseyin'dir ki tutup eşki tamam dünyanı. O Hüseyin'dir ki ona kulli melekler aşık. Ürəyin istəyən yerə gətirəcəm, sənin o ürəyin istəyən yerə. Ona dağlar ve denizler ve küleyler aşık. Tək sən aşık deyilsən ki ona. Ona daşlar ve yağışlar ve çiçekler aşık. O kanıyla canıyla yaşadı bu Kur'an'ı. Sever o kəs ki Hüseyin olsa onun vicdanı. Ha, ağlayanlar sana kurban Hüseyin. Ey Hüseyin adlısı, ey Hüseyin, aşık-ı meclis, ürefa meclisidir. Ha? Harda var nam Hüseyin, şahid şüheda meclisidir. Bura bir halda çeker bu bela meclisidir. Elədir də. And olsun İmam Hüseynin öz canına. Nə əvvəlim var bura yox ha. Şeiri əvvəlim var oxuyuram. Bir söz diyeceğim sizler için ürfani. Sanmayın siz bunu Ferhat-ı şiirin dastanı. Şeirdir, bir güzel təhvil ala qurban olun. Günlerin bir günü Selman dolanırdı şehri. Derdini söylemeye sanki gelir bir neferi. Selman eli boynunda kultada dolanır. Gördüler Ebazer gelir. Dayandı Ebazer. Yüreğimde bir sözüm var. Yüreğim ister o sözü sana diyeyim. Ama ağlayacaq ha. Benim de sesim yorgun değil, kardeşlerim bilirler. Ama ağlayacaq inşallah. Ne derdim var getir abi. Ebazer yüreğim ister, bir yüreğimin sözüm var. Gerek sana diyeyim. Buyur kardeş. Ebazer. Acaba. Düzdür ki ehli beyte pendi tane eşkim var. Ebazer söz yoktu ki pendi tane eşkim var. Ama bir eşkim beni bir salıp səhraya, bilmirəm axırda imanımı əldən aparar. Ey! Dərdini söyləməyə sanki gəzir bir nəfər. Ey Əbazer, bu nə dərd? Gör nədir köksümdə mənim? Pəncitən sevgisi yeksərdir bu eşkimdə mənim. Söz yok ki, ama kulak asayı qurban olsun. Amma eşkim Hüseyn'e ayrıdır qəlbimdə mənim. Korkuram küfrə aparsın bu əməl Selmanı. Əbazer, korkuram məni küfrə aparasın. Sənə bir ayrı eşkim var. Selman and olsun Hüseyin'in şanından mən də bu dəxşiyəm. Heç bilmirəm dərdimi kimə deyim. Onda gedək nənəsi Zəhraya deyək. Zəhracan düşmüşük bu eşqə, bizi ağah elə cinər. Gəl gedək ağah edək eşqimizi Zəhraya. Niyə? Uşağı yaxşı tanır kim gətirib dünyaya. Hə? Gəl gedək, bunu bir də oxuyacam. Gəl gedək ağah edək eşqimizi Zəhraya. Niyə Selman? Uşağı yaxşı tanır kim gətirib dünyaya. O eder zülmətə düşmüş sualın nurani. Həm ziyarət ediyə Cəbrail edən ünvani. Gəldilər Zəhranın yanına.
Məhzər-i Fatimiyə gəldi 2 ali cənab. And olsun Hüseynin o məzarına, Əbəlfəzin məzarına. İstədiyimi göz yaşını alacam səndən inşallah. Ki Hüseyin eşqi nədir, qəlbimizi etdi kebab. Xanımcan, Fatimə söylədi, məndə buna yoxdur cavab. Yoxdur məndə cavab. Sevirəm mən də sizin tək o gül reyhani. Niyə? Niyə? Cavabım bəlkə bilə Əli, çünki odur bağbani. Gedək Əlinin yanına. Neçə nəfər oldular? Zəhra, Əli, Səlman, Əbazər. Qardaşım deyir, əyləşsinlər, gözəl ağlayar. Əyləşin, qurban olun, əyləşin. Əl-qərəz. Ay, yanan ürək özət canım qurban. Əl-qərəz, məclis üşşaqa özü gəldi Əli. Ona da oldu Hüseyin İbni Əlinin məsəli. Əli, bu dərd bizi gətirib, bura bu eşqi gətirib. Cevabın yoxdur dedi, tək bunu anlattı Vəli. Necə siz heyranısınız, mən də onun heyranı. Rəsulallah'a gedib eyləyərin elanı. Allah mən də bilmirəm, amma mən də düşmüşəm o işqə. Zəhra, Əli, Səlman, Əbazər gəldilər Peyğəmbərin yanına. Bunları mən çox yavaş-yavaş oxuyuram, amma gəlləm o ürəyin istəyən yerə. Gəlləm o ürəyin istəyən yerə. Gözlədir, gəldilər Peyğəmbərin yanına. Rəsulallah edə bilməzdi həvadən təhlil. Gözlədi Allah ona bir xəbər etsin nazil. O məqam indi yerə ruhləmin. Cəbrail indi yerə. Gör kimin üstünə gəlmişsən ha. Qədrümü bilginə. Dedi de, Peyğəmbər Allahın əmri ilə. Dedi de, sevmək Hüseyni koruyar imanı. Odur Allah dedi, İslam dininin qurbanı. Hə, kimə aşık olmuşsunuz? Odur meydanı məhəbbətdə giyən qanlı şəffən. Hə, səmzəmimə qurban olaram, həsən. Ha, başladım. Hə. Daydar, odur meydanı məhəbbətdə giyən qanlı kəfən. Odur meydanda mübarək başı dağda kəsilir. Odur başsız qumun üstündə qalan qanlı bədən. Ay qalan, odur öz ölümü ilə məqlub edən düşmanı. O deyim də kimdir? O deyim də kimdir? Odur səqqası xəcil sahili ümmanda ölən. Hə, odur bir oğlu şücaətlə bu meydanda ölən. Odur bir körpə qızı çöllü biyabanda ölən. Sözüm bu da, odur əsgər boğazından çıxaran peşari. Ay qardaş, səs ver ya. Ayakları Elyasqar ağanın məqamında bunu dedim. Bu sizlərə dedim. Üçün təzə da, mən gözüm görür, mənim o tüş-zəban qardaşlarım da buradadır. Hansı da oxusa, oxusun ha, qurban olum. 2 nəfər dünyada səbri namazı qıldı. 2 nəfər dünyada səbri namazı qıldı. Biri Əli idi. Söz vaxtına gələr də bizə belə deyərlər. Söz vaxtına çəkər. Gecənin aləmiydi, Zəhranı istədi qəbrə qoyar. Ay Allah, istədi Zəhranı qəbrə qoyar. Üzün qoydu Zəhranın üzünə, dedi ən qızı, vallah ürəyim istir qoyam, amma qoya bilmirəm. Çəkildi kənara, dedi Allah özüm mənə səbri ver. Bunu bu gecə qəbrə tapşırırım. Biri bu yedi də. Biri bu yedi. Can Hüseyin, aşıqların gəlib ha. Biri də Hüseyin balasını aldı qucağına, qoya bilmədi qəbrə. Ya Hüseyin.
Zəban hal da qurban olum sənə. Anaya Fatimə gəl, qəlbi yanan oğlum ölüb. Bilirsən nə vaxtı dedim onu? Dedi əvvəlfə sənin olmayan günündür. Balasını alıb qucağına, ay nazilən bala böyüdənlər. Dayanıb vəsəti meydanda, əvvəlfəzi yıxan ox, ruhun şad minzəvi. Əvvəlfəzi yıxan ox, şeşmahiyə gör neylə, gör neylə, gör neylə. Balanı aldı ağuşinə, ay nazilən bala böyüdənlər, nə əvvəlfəzi çağırdı, nə Zeynəbi çağırdı, nə Əlini çağırdı. Neynədi, üzün dolandırdı bəqinin səmtinə. O elə bunu yavaş oxuyacam, üçün Hüseyin də yavaş dedi. Gəl anaya Fatimə, qəlbi yanan oğlum ölüb, ox vurublar bələyi döşlüyü qan, oğlum ölüb, yoxdur Əkbər verə bir ləhsə əzan, oğlum ölüb, ağlasın bunu adına bak. Bunlara xəncər ilə vay əli xəncər yazıram. Qumlara xəncər ilə vay əli əsqər yazıram. Köməyim yoxdur nənə, xırdaca qəbrin qazıram. Uca deyə qurban olum, uca deyə. Kim bura çəngi təvəssül əsqərin damadına, Gel yeter məqsudan dolsun Hüseyin canına. Şəhətlər yaşarı dəfn eləyə. Xanım Zeynəb gəldi Hüseyin, şəhədə cananızı yerləri yaşarı dəfn eləyirsən, bunu hikmətdir. Dedi Zeynəb qorxuram kufənilər qohərmə tapalar. Qorxuram kufənilər qohərmə tapalar. Yaşlı adabı müsəlmanlığı başdan atalar. Qorxuram sinəsi üstə balamın açalar. Səs ver başladı. Bacı, Allah heç kəsin əhli əyal yanında şərməndə eləməsin. Balanı alıb ağuşinə, balanı alıb ağuşinə. Axı mən bu balanı alanda demişdim sual alacam. Komunu da deyim də, heç bir şəhidi ağa xeymə qaha gətirəndə utanmamışdı. Utanmamışdı, vallahi utanmamışdı. Belə deyə də öz ana dilimiz, alnı açıq Əli Əkbəri gətirdi, təhvil verdi. Onu Cəfər Qasım təhvil verdi. Amma bilmirəm o balan nə təsir elədi ona. Zeynəb deyir, ay təlli Zeynəbi yəni ziyarət eləyənlər. Zeynəb deyir, gördüm təllidən qardaşım bir ənir aşağı, bir qalxır yuxarı. Gəldim, dayandım, dedim, dədəm oğlu saralan rəngüvə bölməyən bacın qurban. Olmayan nə xəbər var? Onda gördüm balanı alıb qucağına. O bunu belə deyim də. İbn Abbas, Cəbbari, şairdə. Gəl bacı al əsqəri məndən. Gəl bacı al əsqəri məndən. Sinə vurma, səs ver. Sinə səs ver. Bacı, gəl bacı al əsqəri məndən. Gəl bacı al əsqəri məndən. Uca. Gəl bacı al əsqəri məndən. Qoyma başı ayrıla təndən. Qoyma başı ayrıla təndən. Qoyma başı ayrıla səndən.